Salamlar, Üç Uşaqlı Ananın Bir Günü vloguna xoş gəlmisiniz. Bugün çox maraqlı bir mövzu haqqında danışacağım. İnsan öz talihini özü yazır, yoxsa yazılmış senarini yaşayır? Bəzən oturub öz-özümüzə düşünürük. Görəsən bugün olduğum yerdə olmağım sırf mənim seçimlərimlə bağlıdır, yoxsa taleyim əvvəldən yazılıb və mən sadəcə onun içində bir rol oynayıram? Uşaqlıqdan bizə deyiblər ki, hər kəsin alın yazısı var. Hər kəsin taleyi əvvəlcədən yazılıb. Amma böyüdükcə görürəm ki, həyat o qədər çox yol ayrıcı ilə doludur ki, hər birimiz verdiyimiz qərarlarla öz yolumuzu müəyyənləşdiririk. Yəni, taleyin bizə verdiyi çərçivələr var, amma o çərçivənin içini necə dolduracağımızı biz özümüz seçirik. Məsələn, mənim 1 yaşım olanda valideynlərim ayrıldı. Mənim gücüm çatmazdı ki, buna təsir edim. Mən o zaman balaca bir uşaq idim və bu mənim taleyim idi. Amma bundan sonra necə davam edəcəyim, necə ayaqda qalacağım artıq mənim seçimlərim idi. İstəsəydim o ağrıyla, uşaqlıqdan bəxtim gətirməyib deyib, mənim heç nəyim alınmaz kimi cümlələr qurub həyatımı puç edərdim, amma etmədim. Mənim yolum başqa cür davam etdi. Deməli, hadisələr yazılır, amma o hadisələrin içində necə hərəkət edəcəyimiz, hansı addımı atacağımız bizim seçimimizdir. Sonra böyüdüm. Həyatımda elə anlar oldu ki, qarşımda bir neçə yol vardı. Universitetdə oxuyarkən subay idim və qarşımda fərqli seçimlər vardı. Birinin evi, maşını, bağı, hər şeyi vardı. Mən o insanı heç görməmişdim, heç danışmamışdım belə. O isə məni hardasa görüb bəyənmişdi. Onunla evlənsəydim mənə maşın da alacaqdı, hər şey də edəcəkdi. Maddi baxımdan rahat yaşayacaqdım. Bir neçə yaxın və uzaq qohumlarım da olub ki, elçi düşüblər. İstəmədiyim üçün bəzisi inciyib, bəzisi isə bu halı normal qarşılayıb. Bir başqası vardı. Ailəsi demişdi ki, onunla evlənsəydim magistraturanı birlikdə xaricdə oxuya bilərdik, orada həyat qura bilərdik. Qarşımda tamam fərqli bir dünya açılacaqdı. Mən isə həyat yoldaşımı seçdim. Nə ev, nə maşın, nə də xaricdə yaşamaq imkanı. Sadəcə sevgini seçdim. Bu mənim taleyim idi, yoxsa özümün verdiyi qərar? Ola bilər, Tanrı mənim qarşıma bu insanları çıxardı. Amma seçimi mən etdim. Və indi həyatımın bu nöqtəsində yaşadıqlarım, çəkdiyim çətinliklər, qazandığım xoşbəxtliklər hamısı o bir seçimin nəticəsidir. Mən yoldaşımla sevgili olduğum dövrdə də həyatımızın taleyə bağlı, amma seçimi ilə yön dəyişən halını da gördüm. O vaxtlar yoldaşıma xaricdə işləyib yaşamaqla bağlı təklif gəlmişdi. İstəsəydi gedərdi, yeni həyat qura bilərdi, amma getmədi. O vaxt çətin bir seçim qarşısında qalmışdı və mənə dedi ki, gedəcəksə birlikdə gedərik. Mən səni burada qoyub getməyəcəyəm. Əslində bu da taleyin verdiyi bir yol ayrıcı idi. Çünki onun seçimi mənim də taleyimi dəyişirdi. Əgər o xaricə getsəydi, bəlkə mən başqa cür bir həyat yaşayacaqdım. Bəlkə də yollarımız ayrılacaqdı. Amma o məni seçdi. Biz birlikdə qaldıq. Həyatın bu məqamında taleyin gətirdiyi imkan vardı. Amma o imkandan necə istifadə etmək lazım olduğunu onun verdiyi qərar göstərdi. İndi dönüb baxanda görürəm ki, taleyimiz bəzən bir insanın seçimi ilə də formalaşır. Mənim seçimim onu seçmək idi, onun seçimi isə məni tək buraxmamaq oldu. Həyat belə qarışıqdır. Hər kəsin taleyində yollar var, amma o yollarda addımı biz atırıq. Atdığım addımdan peşmanamı? Soruşsanız, xeyr, peşman deyiləm. Çünki mən sevgini seçdim. Bizim əlimizdə, ovucumuzda heç nə olmasa da biz birlikdə hər şeyin üstəsindən gələ bilərik. Mən yoldaşımla ilk dəfə tanış olanda onun sadəcə bir velosipedi var idi. Həyatına mən daxil olandan sonra çalışdı, vuruşdu, özünə motosiklet aldı. Sonra onu satdı, maşın aldı, sonra isə ev aldı. Çox şükür ki, Allah bizə şükr edəcəyimiz hər şeyi verib. 2 gözəl övladımız var, başımızın üstündə damımız var, sözün əsl mənasında ayağımızı yerdən götürən maşınımız var. Pulumuz gələcəkdə daha çox olar, maşınımızı dəyişərik, evimizi dəyişərik, daha rahat yaşayarıq. Amma bütün bunlardan da önəmlisi, bizim qurduğumuz ailə sevgi üzərinə qurulub. Bu da bizim üçün ən böyük sərvətdir. Əslində həyatın gözəlliyi də buradadır. Bəzən taleyin bizə verdiyi imkanlar olur, amma onlardan istifadə edib etməmək bizim seçimimiz olur. Məsələn, çox qadın var ki, incidilsə belə ərinin yanında qalır. Çünki taleyim belədir deyir. Halbuki o qadın istəsəydi, başqa seçimlər edərək həyatını dəyişə bilərdi.
Çox qadınlar var ki, ərindən ayrılıb, sıfırdan başlayıb, işləyib, oxuyub, indi çox uğurlu həyat yaşayır. Bu taleyin ona verdiyi hadisələrin içində etdiyi seçimlərdir. Sizə bir nümunə çəkim. Bir qadın var idi, çox kasıb ailədə böyümüşdü. Atası içki içən idi, anası uşaqlarını güclə böyüdürdü. Amma o qadın oxumaqdan əl çəkmədi. Universiteti bitirdi, xaricdə təhsil almağa gedə bildi, öz biznesini qurdu. İndi çox uğurlu bir qadındır. Onun taleyi kasıb ailədə böyümək idi. Amma seçimi oxumaq və mübarizə aparmaq oldu. Digər nümunəyə baxaq. Çox imkanlı bir ailənin övladı vardı. Böyüsə belə hər şeyini valideynləri qarşılayırdı. Amma o seçimlərini düzgün etmədi. Qumar oynadı, pis dostlarla yoldaşlıq etdi, məsuliyyətsiz oldu, narkotiklə tanış oldu və nəticədə hər şeyini itirdi. Əgər taleyində hər şey yazılmışdısa, niyə kasıb ailədən çıxan qadın uğurlu oldu, amma imkanlı ailədən olan oğlan uğursuz oldu? Deməli, taleyin yazdığı başlanğıc var. Amma sonraki yol bizim seçimlərimizlə müəyyənləşir. Hər birimizin həyatı bir kitabdır. Hər kəsin kitabının adı var. Doğulduğu tarix, ailəsi, uşaqlığı. Amma kitabın səhifələrini necə dolduracağımız bizim əlimizdədir. Hər bir kişinin və hər bir qadının azad olmaq üçün, həyat yaşamaq üçün öz qüvvətinə. Kimsə səhifələrini göz yaşı ilə doldurur, kimisi isə sevinclə, kimisi də səhifələri boş buraxır. Mənim kitabımın səhifələrində həm ağrı, həm sevinc, həm də mübarizə var. Amma hər səhifəni necə yazacağım mənim seçimimdir. Ana olmaq məsələsi də mənim üçün taleyin və seçimin qarışığıdır. Mənim qızım da, oğlum da mənim üçün taleyin hədiyyəsidir. Onların dünyaya gəlişi Tanrının mənim kitabıma yazdığı bir bölmədir. Amma necə ana olacağım, onları necə böyüdəcəyim, onlara hansı dəyərləri öyrədəcəyim, bu mənim seçimimdir. Mən istəsəm uşaqlarımı sevgi ilə böyüdərəm, istəsəm əsəbimlə onları incitmiş olaram. Uşağın həyatı da ananın seçimlərindən təsirlənir. Bəzən düşünürəm, əgər mən həyatımda filan günü başqa cür seçsəydim, indi tamam fərqli bir Gülarə olacaqdım. Bəlkə başqa ölkədə yaşayacaqdım, bəlkə başqa işim olacaqdı. Amma bugün buradayamsa, deməli verdiyim seçimlər məni bu nöqtəyə gətirib. Ən çox eşitdiyim cümlələrdən biri də budur. Taleyim belədir. Mən buna tam razı deyiləm. Çünki hər kəsin içində bir güc var. Bəli, ola bilər ki, bəzi hadisələri biz seçmirik, amma o hadisələrdən necə çıxacağımızı özümüz seçirik. Ən böyük xəyanət insanın özünədir, öz gücünə xəyanət etmək. Alın yazın belədir deyib təslim olmaq. İnsan seçim anında öz gücünü göstərir. Sədə. Hey. Olaca doşan. Bəzən həyat sənin qarşına bir insan çıxarır. Bu taledir. Amma onunla dost olmaq, onunla ailə qurmaq ya da uzaq durmaq. Bu sənin seçimin olur. Hər şey birləşir. Taleyin verdiyi imkan və insanın etdiyi seçim. Ona görə də həyat nə tamamilə yazılmış ssenaridir, nə də tamamilə bizim yazdığımız kitabdır. İkisi bir-birini tamamlayır. Mənim üçün taleyin ən gözəl tərəfi odur ki, hər şeyin sonunda ümid var. Mən dəfələrlə görmüşəm, nəyisə çox istəmişəm, alınmayıb. O an əsəbləşmişəm, ağlamışam. Amma illər sonra dönüb baxmışam ki, əslində yaxşı ki alınmayıb. Çünki Allah mənim üçün daha yaxşısını hazırlayıb. Bəzən biz bir qapının açılmamasına görə üzülürük. Amma başqa bir qapı açılır və görürük ki, o bizim üçün daha doğrudur. Hər günümüz bir sətirdir, hər seçimimiz bir cümlədir. Günün sonunda kitabı bağlayanda içində yazılanları biz yazmış oluruq. Allah, Tanrı sadəcə kitabın başlığını qoyur. Bu insan doğulacaq, yaşayacaq, bir gün gedəcək. Amma necə yaşayacaq, bu insanın öz seçimlərinə bağlıdır. Ona görə də heç vaxt mənim alın yazım belədir deyib oturmayın. Hər kəsin əlində qələm var. O qələmlə səhifələrinizi necə dolduracağımızı biz seçirik. Bu kitabı heç kim bizim əvəzimizə yaza bilməz. Bəzən düşünürəm, əgər taleyimiz tam yazılmış olsaydı, onda dua etməyin, dilək tutmağın, xəyal qurmağın da mənası olmazdı. Amma biz hər gün nəyisə arzuluyuruq, gələcək üçün planlar qururuq. Bu o deməkdir ki, insan öz həyatına təsir etmək gücünə inanır. Mənim də həyatımda olub nəyisə çox istəmişəm, çalışmışam, dua etmişəm, nəhayətində Allah o qapını açıb. Deməli mənim seçimimlə Allahın yazısı birləşib. Nəğmələr söylər. Həyat bəzən bizə dərs vermək üçün çətinliklər göndərir. Mən bunu çox hiss etmişəm. Əgər hər şey rahat getsəydi, bəlkə də bugün güclü olmazdım.
Çətinliklər qarşısında sınmamaq mənim seçimim idi. Amma o çətinliyin başıma gəlməsi bu taleyin payı idi. Yəni taleyin sənə göndərdiyi imtahanda hansı cavabı yazacağın sənə bağlıdır. Çox vaxt insanlar deyir, kaş ki o gün başqa cür seçim edəydim. Mən isə belə düşünürəm. Heç bir seçim boşuna deyil. Hər bir yol insanı ya xoşbəxtliyə ya da bir dərsə aparır. Mənim də həyatımda səhv seçimlərim olub. Amma indi o səhvlərə görə özümü günahlandırmıram. Çünki bilirəm ki, həmin səhvlər olmasaydı, bugünkü düşüncə tərzim də olmazdı. Bəzən də həyat elə anlar gətirir ki, seçimsiz qalırsan. Elə bil ki, səni bir dalğanın içində aparır. Amma o dalğa səni hara aparırsa aparsın, sən orada necə davranacağına yenə özün qərar verirsən. Bu da göstərir ki, insanın azad iradəsi var, tamamilə yazılmış ssenarini yaşamır. Ən önəmlisi də odur ki, insanın seçimi təkcə öz həyatına yox, ətrafındakı insanların da taleyinə təsir edir. Mən həyat yoldaşımı seçəndə təkcə özüm üçün deyil, gələcəkdə dünyaya gələcək övladlarım üçün də seçim etmiş oldum. Mənim qərarım onların da taleyini müəyyənləşdirdi. Ona görə hər seçimin məsuliyyəti çox böyükdür. Bəzən düşünürəm ki, taleyin verdiyi çətinliklər əslində bizi gücləndirmək üçün imtahandır. İnsan yalnız rahatlıq içində yaşasa, bəlkə də heç vaxt öz gücünü, əsl bacarığını kəşf etməzdi. Amma həyatın qoyduğu sınaqlar bizi öz potensialımızla tanış edir. Bir uşaq yıxıla-yıxıla yeriməyə öyrəndiyi kimi, insan da yıxıla-yıxıla həyatı öyrənir. Saçı olacaq. Ay oldu da elə. Saçı olacaq. Bir də görürsən ki, ən çox qorxduğun hadisə baş verir, amma sən o qədər möhkəm çıxırsan ki, özün də təəccüblənirsən. Bu zaman anlayırsan ki, Tanrı sənə güvənib. O sənin bacaracağını bildiyi üçün o hadisəni taleyinə yazıb. Deməli, bizə verilən heç bir sınaq boşuna deyil. Hər şeyin arxasında bir səbəb var. Mənim üçün həyatın ən gözəl dərsi budur. İnsan həm taleyini, həm də seçimlərini qəbul etməyi bacarmalıdır. Taleyi qəbul etmək Tanrıya güvənməkdir, seçim etmək isə öz gücünə güvənməkdir. Bu ikisi bir yerdə olanda insanın yolu daha aydın olur. Qoca Çınar bilirdi. Bir də Ayaz bilirdi. Mənim sirrimi Sınıf yoldaşımız bunu Ayaz müəllim. yatırdı. Yoo, ne sayın bu? Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olmağı, like edib və gözəl şərhlər yazmağı unutmayın. Özünüzdən müğayət olun. Gələn vloqlarda görüşənədək. Nə maraqlıdır buralar. Gel yana. Gel kızım bakın.